Bugün bəlkə də bir evdə səssizlik var. Bir uşaq otağına çəkilib göz yaşlarını heç kim görməsin deyə gizlədir. Bir ana görəsən harda səhv etdiyi deyə düşünür. Bir ata isə övladına baxıb nə deyəcəyini bilmir. Çünki illərlə qurulan bir xəyal bugün bir neçə rəqəmə sığmadı. Amma dayanın. Baxın, qarşınızdakı bu insan 30 yaşında texnikuma qəbul oldu. 36 yaşında ali məktəbə qəbul oldu. Deməli, həyat yenidən başlamaq üçün sənin üçün heç də gec deyil. Övladınız bu imtahandan keçə bilmədi deyə həyat imtahanından kəsilməyib baxın. Əziz valideynlər, bugün uşağınıza ən ağır sözü deməyin. Sən bacarmadın, başqası bacardı. Səndən heç kim çıxmaz. Səndən adam olmaz və sar ilaxır deyib onları aşağılamayın. Onsuz da bu sözləri o öz-özünə dəfələrlə deyəcək. Siz ona motivasiya verin, ona başqa söz deyin. Mən sənin yanındayam. Hər nə baş verirsə versin, sən yenə də bizim evladımız, bizim əzizimizsən söylə. Bu nəticə səni mənim gözümdə heç vaxt kiçiltməyəcək söyləyin. Çünki bu dəqiqə imtahandan kəsilən və ali məktəbə qəbul ola bilməyən uşaqların ən çox bu sözlərə, bu dəstəyə ehtiyacı var. Bugün tələbə adını qazana bilmədin. Bəlkə də dostların universitetə gedəcək. Sən isə geridə qaldığını düşünəcəksən. Amma həyat yarış deyil ki, hamı eyni anda finişə çatsın. Sənin yolun başqasının yolu deyil. Bəlkə bir il sonra qəbul olacaqsan. Mən buna inanıram. Bəlkə tamam başqa bir sahədə uğur qazanacaqsan. Bəlkə də bugün yaşadığın bu ağrı gələcəkdə səni daha güclü edəcək. Unutma, diplom insanı böyük etmir. Diplom insanı savadlı etmir. Diplom sənə cəmiyyət içərisində status vermir. Bu statusu sən özün qazanırsan. İnsanın iradəsi, əzmi, xarakteri və yenidən ayağa qalxması onu böyük edir. Bugün uduzduğunu düşünürsən, onda sabah yenidən cəhd et. Çünki həqiqi məğlubiyyət imtahandan kəsilmək deyil. Həqiqi məğlubiyyət özünə inanmağı dayandırmaqdır. Sən o zaman uduzacaqsan ki, özünə güvən səni tərk eləyəcək. Özünə inan. Valideynlər, bugün övladınızı qucaqlayın, bağrınıza basın və onlara deyin. Sən mənim üçün imtahana getdiyin gün necə dəyərli idinsə, indi də eyni dəyərdəsən. Baxmayaraq ki, sən bu imtahandan kəsilmisən. Biz yenə çalışacağıq, yenə mübarizə aparacağıq və bu hekayənin sonunu sən özün, öz uğurunla inşallah yazacaqsan. Bugün nəticə vərəqində adın olmaya bilər, amma həyat kitabının ən gözəl səhifələri hələ yazılmayıb və onları yazmaq sənin öz əlindədir. Bu son deyil, sadəcə sənin hekayənin növbəti bir vərəqidir.